Peşəkar uşaq ədəbiyyatı 20-ci əsrin əvvəllərindən təsadüf edilir. Həmin dövrdən başlayaraq maarif və mədəniyyət sahələrində yeni bir canlanma əmələ gəlmişdir. Belə ki, maarif ocaqları, nəşriyyatlar, kitabxanalar və digər sahələr yaradılmışdır. Uşaq ədəbiyyatı ilə məşğul olan şair və yazıçılar 1999-cu ildə Nəriman Nərimanov Türk-Azərbaycan dilinin müxtəsər səhvi kitabını yazmışdır. 1896-cı ildə Sovqat adlı şəkilli jurnalın 1900-cü ildə isə Məktəb jurnalının yaranmasına böyük təbəşşüs göstərmişdir. Təşəkkür. Kitabda coğrafiya, kainat haqqında, tarix haqqında, hadisələrə haqqında məlumat verilir. O dərin məzmunlu lirik şeirləri, hekayələri, təmsilləri, pleysləri rus və başqa dillərdə ana dilimizə, yəni Azərbaycan dilinə tərcümə etmişdir. Tanrı Şahbaz İsmail Azərbaycan uşaq ədəbiyyatında öz əsərləri ilə seçilən yazıçılardandır. Onun qayçı hekayəsi çox təsirlidir. Tanrı Şahbaz İsmail publisist yazıcı və gözəl pedaqoq idi. Onun satirik hekayələri bunlardır. İki qəm, Şəkərli çoban, Kənddə və s. Uşaqlar, hər birinizə təşəkkür eləyirəm. Mən bir dənə balaca bir nağıl seçmişəm.